Ümumi mövsümlə bağlı fikirləriniz maraqlıdır. Mən belə bir düşünürəm ki, bizim enişli yoxuşlu oyunlarımız oldu. Halbuki bəlkə də biz playoff oynamamalıydıq. Elə rahat mən belə düşünürəm birinci ligaya çıxa bilərdik. Sadəcə itirdiyimiz xallar, bəzi oyunlarda itirdiyimiz xallar bizi geri saldı. Amma nə edə bilərsən? 13-14 nəfər oyunçumuz vardı. Onunla maksimumu edə bildik. İstər baş məşqçimiz, istər klub prezidentimiz əllərindən gəldiyi qədər bizim yanımızda oldular, dəstək oldular. Onun müqabilində də Quba azarkeşlərinə fürsətdən istifadə edərək buradan təşəkkürümü bildirirəm. Həqiqətən bir sezon bir nəfəs kimi keçdi bizim üçün. Həqiqətən bizim yanımızda oldular. İstər Uduzanda, istər Udanda, istər fərq etmir. Hər cür bizim yanımızda oldular. Mən də onlarla getdim, bayaq görüşdüm, təşəkkürümü bildirdim bir kapitan kimi. İnşallah ki, gələn ilin onlara sözünü verdim ki, inşallah gələn ilin çempion bir Hypersini görəcəklər. İnşallah çempion kimi birinci liqaya qalxacaq. Səncə bugün birinci liqa vəsqətinə çatmadı komandada? Mən belə düşünürəm ki, keyfiyyət çatmadı. Yenə deyirəm, mənim bir sözüm var ki, hər bir liqanın öz oyunçusu var. Fakt bilinirdi, nə olsun ki, difai sonuncu yerdə bitirib, amma tonus baxımından hər cür, istər təcrübə baxımından, istər tonus baxımından hər cür göstərdilər ki, həqiqətən hazır bir futbolçulardır. Bizim də uşaqlar əlindən gəldiyi qədər, uşaqlara da təşəkkürümü bildirirəm, fürsətdən istifadə. Əlindən gəldiyi qədər elədilər. Bu qədər idik də, maksimumumuz budur. Bundan o tərəfə mən belə düşünmürəm ki, biz nəsə bir qeyri-adi bir wow göstərə bilərdik. Bugün həqiqətən möhtəşəm azarkeş dəstəyi vardı. Azarkeşlərinizə nə demək istədim? Azarkeşlərə onu demək istəyərdim, yenə deyirəm. Quba həqiqətən futbola acdır. Futbola ac olan regionumuzdur. Ona görə də mən belə düşünürəm ki, Qubada futbolun olmağı və üstünə də stadion üstünlüyümüz var bizim, maşallah olsun, hər kəs şahid, bizim stadionumuz çox gözəldir. Həm də Qubalılar futbolu sevirlər. Mən belə düşünürəm ki, Quba futbolu yaşamalıdır, daha da irəli getməlidir. Son olaraq gələn mövsümkü planlar nə olacaq Qubada? Gələn mövsümkü planları mən indidən deyə bilmərəm. Klubun rəhbəri var, yəqin ki, o özü müsahibə verər, özü danışar. Mən klubun bir kapitanı olaraq, amma Qubalılara, Quba azarkeşlərinə, Quba sevərlərə, Hypers Qubanı sevənlərə bir söz verdim ki, inşallah ki, gələn Allahın izni ilə çempion bir komanda ilə liqada oynayıb və birinci liqaya vəsqə qazanacaq.